Salam dəyərli tələbələrim, bu günlər sizlərlə naturmort işləyəcək akvarel texnikası ilə və bunu da qeyd edeyim ki, akvarel texnikasında ümumiyyətlə qabiliyyət imtahanında dekorativ tətbiqi sənətlər, yəni DTS verən uşaqlara lazım olur. Onların birinci mərhələsində antik baş heykəl, 4 heykəldən biri düşür. Avqustdur, Dianadır, Veneradır və Qatemelladır. Bir də naturmort, yəni akvarel texnikasının naturmortu işlənməsi. Videolarımızda, yəni kanalda antik baş heykəl haqqında bütün videolar var. İndi amma akvarel texnikasında heç nə yoxdur. İndi bu günlər siz üçün onu da çəkəcəyik. Yəni çalışın mən işləyəndə məndən bir yerdə işləyin ki, sizə də faydalı olsun. Çox da uzatmadan videoya keçid edək. Bəli uşaqlar, indi ölçünü deyirəm sizə. A4 formatda işləyirəm. Nəyə görə? İlk başlayanlar üçün, yəni asan olsun, tez başa gəlsin deyə və naturmortumuz budur. Qırmızı parça bizim naturmortumuzdur. İlk növbədə ölçü nisbətlərinə fikir veririk. Mən burada nə görürəm? İndi sizə uzaqdan göstərirəm. Ümumiyyətlə bu düzbucaqlığın hündürlüyü eni ümumiyyətlə qabın hündürlüyünə bərabərdir. Baxın. Bərabər olmalıdır. Baxın, eni fırlatdım, yuxarıya qoydum. Bərabər oldu. Və görürəm ki, bunun zaten bu nisbətini tapanda görürəm ki, bunun adi bu kubun, yəni düzbucaqlığın 2 dəfə üst-üstə qoyanda da yenə bizim qabımızın hündürlüyünü tapmış oluruq. Amma bizə ən asanı hansıdır? Ümumiyyətlə düzbucaqlığın enini hündürlüyünə qoydum qabın və avtomatik ikisinin də ölçüsünü tapmış oluram. Armud da artıq 3-cü planlı bir şeydir. Yəni onu o qədər də xırda detallarına kimi işləmək lazım deyil. Bunu qeyd edeyim ki, uşaqlar bəzən çaşırlar. Meyvələri onu vərəqin tam mərkəzində çəkməyə çalışırlar. Halbuki bizim əsas elementimiz kubla, yəni düzbucaqlı ilə həmin bu qabdır. Yəni əsas o mərkəzdə olmalıdır. Artıq burada meyvələr olsun, digər şeylər artıq axırıncı dərəcəli bir şeydir. Hətta rəssamların əl işlərində də görsəniz, almanın və ya digər bir əşyanın, əşya demək, meyvələr bir hissəsi görünür, bir hissəsi görünmür. Yəni burada əsas nədir? Bu iki elementdir. İndi başlayırıq. İlk növbədə nədən başlayırıq? Müstəvini işləyirik də, elə deyilmi uşaqlar? Çünki biz obyekti müstəvin üzərində düzgün formada yerləşdirməliyik. Yəni bu iş havada olmamalıdır. Bəzən uşaqlar deyirlər, müəllimə, axırda çəkərəm. Bala, bunu axırda çəkirsən? Sən bunu bunun üzərində yerləşdirirsən axı. Yəni bu belə şeylərdə fikir verin uşaqlar. Bir də xətt çəkmək məsələsi. Bəzən deyirlər, müəllimə, əyri olur. O xətti düppələm düz eləyənə qədər dəfələrcə çəkirlər. Siz vaxtla yarışırsınız. Burada vaxt çox önəmlidir. Bu 3 saatda siz həm düzgün qurmalısınız, həmçinin də düzgün formada akvarel texnikasını işləməlisiniz. Bu həmçinin təsviri sənət müəllimliyi hazırlaşan uşaqlara da aiddir. Onlar həm qururlar, həm də ştrixləyirlər. Bunu deyim ki, ştrixləmə daha vaxt aparır, nəinki akvarel texnikasını işləmək. Əgər bu qaydasını bilən üçün akvarel texnikası daha asan olar. Əlbəttə ki, akvarel texnikası çətindir, amma qaydasını bilsən və öyrənsən, ştrixləmədən daha tez başa gələcək. Müstəvini işləyirik. Baxın, bir dəfə atdım. Yəni burada 2-3 dənə xətt qalmağı mənə problemi yoxdur. Əsl oda axırda bilərəm ki, hə bu düz xətt olan budur. Bunu silir. Yəni bunu düz eləyənə qədər 2 saat vaxt itirməyə ehtiyac yoxdur. İndi nə edirik? Nisbətləri biz müqayisə etmişdik. Bir dəfə də yada salaq. Həmin bu düzbucaqlığın eni başlanğıcdan sonu fırlatdım, qoydum, həmin obyektin hündürlüyünü tapdım. Gördüm ki, nisbətlər üst-üstə düşür. Və mən gözə yarı bir ölçü götürürəm. Məsələn, buradan buraya kimi. Deyirəm ki, həmin bu düzbucaqlığın eni bu qədər olacaq. Hündürlüyü nə qədərdir? Elə bir bunun eninin 2 misli deməmişdik. Çünki biz nə dedik? Bunun hündürlüyü, həmin bu düzbucaqlığın hündürlüyü 2 dəfə üst-üstə qoyanda nəyi tapmış oluruq? Qabı tapmış oluruq. Deməli, bununla hündürlüyün, yəni bunun eni ilə bunun hündürlüyü üst-üstə düşürsə, deməli bunun yarısı da bunun hündürlüyü deməkdir. Yəni bunu götürürəm, bunun yarısı tən ortadan böldüm. Hündürlüyünü də tapmış oldum. Düz götürək buradan. Bəzən uşaqlar çubuqla işləyirlər. Yəni mənim çubuğum karandaşımdır. Çünki mən bununla ölçürəm, bununla bütün hər şeyimi həll edirəm. Çubuq da götürə bilərsiniz, amma çubuq sizə artıq
Nə bilim, bəzi uşaqlar asan olur. Yəni mən qarışmıram uşaqlara. Deyirəm ki, hansı sənə asandır, əsas odur qaydası ilə get. Nədən istifadə etdiyin bir o qədər vacib deyil. Yəni əsas odur ki, xəttkeşdən istifadə etmə. Yəni ondan savayı nədən istifadə edirsinizsə edə bilərsiniz. Bunu tapdıq. Bunun hündürlüyünü tapdıq. İndi bilirəm axı qabın da hündürlüyü bunun eynidir. Tak bunu üstünə qoyuram. Mərkəzdə olmalıdır. Mərkəzdə olmalıdır. Baxın bu hündürlük burdandır. Əlavə nöqtə poza. Vəsə. İndi biraz yerlərini qoyarıq. Ya, indi nisbətləri təyin edirik. Bəs qabın eni nə qədərdir? Bax elə. Bir də mən özüm biraz ölçüm. Gördüm ki, uşaqlar, eni də bunun həmin bu düzbucaqlığın hündürlüyünə bərabərdir. Baxın, sizə də buradan kameradan göstərirəm. Hündürlüyü deyil bu. Götürdüm bunun eninə. Gördünüz, üst-üstə düşdü. Gözəl bir natürmort seçmişik. Bütün nisbətlər üst-üstə düşür. Baxın belə buradan buraya kimi. Mərkəz xətti çəkərik. Ümumiyyətlə natürmortumuzda köməkçi xəttlərdən istifadə etmirikmi? Bu köməkçi xəttlərin əsasını nə təşkil edir? Həndəsi fiqurlar. Baxın uşaqlar, hamısını nəyə alıram? Kuba alıram. Yəni işimi sadələşdirirəm. Armudum nə boydadır? Həmin bu biraz alt hissədən görürəm. Elə deyil, buradakı nisbətdən biraz ən qabaqda bizim nəyimizdir? Armudumuzdur. Elədir. Onun uzunluğu da təqribən bir qarış qədər, bu qədər bir şeydir. Baxın buraya kimi. Buradan da bir hissəsi çıxır. Yəni deməyin uşaqlar, müəllim burdanki bu nisbət bundan eyni deyil. Mən bundan bunu götürürəm. Mənə əsas bu meyvə deyil. Bu həmin fəza figuruyla, yəni düzbucağı ilə həmin bu qabdır mənə əsas. Bunu çalışmayın uşaqlar. Qurma hissəsində indi bu hissələri göstərirəm sizə. Çalışacağım ki, yəni əsas akvarel texnikasıdır. Sadəcə belə bu nisbəti, ölçü nisbəti hamıya çətin olur deyə. İndi bunu biraz çox yavaş-yavaş izah elədim. İndi bunun ölçünü izah elədik. İndi keçək isə akvarelinə işləməyə keçərik. Amma istəyirəm ki, biraz sürətli formada danışmadan sizə necə işlədiyimi də göstərim. Baxın, bu uşaqlar bu formada səliqə ilə qurdum. İndi burada mən tünd eləmişəm xəttləri. Səbəbi sizin kamerada daha düzgün formada görməyinizdir. Amma siz akvarel texnikasında bu qədər karandaşı sıxmanıza ehtiyac yoxdur. Sadəcə tünd olan hissələr, məsələn, işıq kölgə hansı istiqamətdədir, onları biraz tündləşdirməniz kifayətdir. Çünki siz akvarelini işləyirsiniz deyə o karandaş izlərinin görünməyi o qədər də xoş bir şey deyil. Ona görədir. Mən də video çəkdiyimə görə mən də yumuşaq işləyə bilmədim. Sizə aydın formada görünməz deyə. İndi istərsəniz bu formada bunu SS eləyib çəkməyə də başlaya bilərsiniz. Ya da naturadan işləyə bilərsiniz. Naturadan işləməyinizi tövsiyə edirəm. Amma ilk başlayanlar çəkilmiş bir işi çəkmək, o rəsmi işləmək sizə daha asan olur. Naturada işləmək çətin olsa da sizə ən çox inkişaf elətdirən odur. İndi başlayarıq akvarel texnikasını işləməyə. Sonra isə yekun mərhələdə də bir neçə imtahanla bağlı sizə məlumat verirəm. Videomuzu da yekunlaşdırırıq. Bəzi uşaqlar indi akvarel, yəni watercolor texnikası ilə bu natürmortu işləyəcək. Ümumiyyətlə watercolor, yəni akvarel texnikası nədir? Sulu boya texnikasıdır. Burada digər texnikadan fərqli olaraq bol-bol sudan istifadə edilir və 3 mərhələli formada rəngləməyə başlanılır. Birinci mərhələdə ən açıq rənglər, yəni elə bir ştrixdə neytral vurmuruq, onda da elə. İkinci mərhələdə sudan biraz azaldırıq, işıq kölgəni təyin etməyə başlayırıq və ən axırıncı mərhələdə artıq dərinliyi tapırıq. Yəni burada suyun həddi biraz azalır. Yəni nə olurdu? Həm birinci mərhələdə bol sudan istifadə edərək, ümumiyyətlə baxın, sudan istifadə edərək mən vərəqi sulayıram.
Baxın, birinci belə başlanılır və yəni akvarel texnikası bilən üçün asandır. Yəni ümumiyyətlə akvarel texnikası çətin bir texnikadır. Sən bunu bilmədin, quru-quru rəngləri vurdun. Yəni ümumiyyətlə akvarel texnikası belə olmur. Yəni quru-quru işlənilməz. Mən indi bunu suluyuram bir-bir. Biraz nəm çəkdi, yəni nəm oldu vərəq. Arxadan başlayaraq qabağa doğru başlayıram. Mən ən qabaqda olan elementim nədir? Armudun özü. Ən arxada olan nədir? Fon. Yəni fondan başlanılır. Parça, parçadan sonra qab, qabdan sonra kub. Yəni düzbucaqlı, düzbucaqlıdan sonra isə bu həmin meyvəni işləyirik. Armudu işləyirik. Yəni bu ardıcıllığından gedirik. Birinci ardıcılığı nədir? Vərəqin sulanması. Baxın, hamısını əməli başlı heç rəng qatmadan adi bir su ilə vərəqi sulayıram. Burada baxın, hamısı bütün mərhələlərini. Sonra biraz fasilə verirəm. Akvarel texnikasının yaxşı cəhəti nədir? Tez bitir. Yəni rəngləmə prosesi tez yekunlaşır. Yəni ona görə 3 saat sizin üçün məncə yaxşıdır. Burada çalışın ki, vaxt itirmədən kampavkaya qurmağını yekunlaşdırın və rəngə keçin. Havada istidir, yəni tez bazar quruyacaq. Yəni dalbada heç fasilə vermədən, gözləmədən siz bunu yekunlaşdıra bilərsiniz bu mərhələni. Baxın, gördünüz nə qəşəng suladım hamısını. Ağ yer saxlamadım. Boş yer baxın. Yəni vərəq əməli başlı parıldayır. Şu. Artıq götürürəm. Hansı boyadan istifadə edirəm? Baxın, universitetdə də istəyirəm tələb edəcəklər, inşallah kollejdir, universitetdir, ali təhsildir. Bu sənət boya çox keyfiyyətli bir boyadır. Yəni mən də indi 17, bir vaxtlar 15 almışdım. Yəni mən bu 4 il əvvəl 15 azını almışdım. Bələr üçün yəni həm necə deyim, hər dəfə bir 6-7 manat, 8 manat buna pul verəcəyinizə, o adi akvarel boyalarına pul verəcəyini buna pul ver. 4 il mən həqiqətən istifadə etdim. Özdə mən çox işləyən olmuşam. Məsələn, kurs işlərində yəni başqaları bir dənə iş işləyib, mən 4 dənə, 5 dənə iş verərdim. Adi tədbirlərdə də iştirak edərdim, onlarda da istifadə edərdim. Həqiqətən sənət boya çox qəşəng. Yəni biraz toxunursan, rəng partlayır da. Yəni o qədər effektli, gözəl, əl-alvan alınır. Həqiqətən keyfiyyətli bir boyadır. İndi onunla birinci başlayacağıq. Hardan başlayırıq? Fondan başlayırıq. Ümumiyyətlə bizim naturmortumuzda fon nə idi uşaqlar? Ağ idi. Ona görə mən biraz bu tonlardan, bax bu rəngdən bunu biraz qatıram. Sonra su ilə, baxın bu ideal bir rəngdir. Və sonra bunu götürürəm. Baxın. Baxın, görmədiniz. Bunu bura vurdum. Açıq tonlardan başlayırıq. Yəni bir dəfə qaranı götürüb orada yaxmaya heç ehtiyac yoxdur. Yəni akvarel texnikası çirkli rəng sevmir. Baxın, uşaqlar deyirlər ki, müəllimə biz rəngi alındırmaq üçün nə edirik? Bir neçə rəngi qarışdırırıq. Əla. Amma söhbət nədir? Akvarel texnikasında ümumiyyətlə 3 rəngi bir-birindən artıq qarışdırdım, palçıq rəngi alınır. Bilmirəm, burada görsənmir o rəng. Palçıq rəngi həqiqətən palçıq olurdu. 3 rəngdən artıq 4-5 dənə rəng bir-birinə qatırsan, qəhvəyi tonlarında bir rəng alınır və ümumiyyətlə rəngin qarışıqlarını öyrənməlisiniz. Hansı rəngin nəyi qatanda nə alınır, onu bilmək lazımdır uşaqlar. Yəni rəngə başlayanlar üçün. Parçamız nə idi? Qırmızı. Yəni biz sadəcə boş qırmızını götürüb mən bura vurma haqqım yoxdur uşaqlar. Ümumiyyətlə götürürəm. Qırmızı ilə qatıram bu rəng. Biraz narıncı, biraz bu rəngdən də qata bilərəm. Aha. Baxın su. Baxın rəng necə. Bax birinci mərhələdə rəng açıq. Elə bir neytralda vurursunuz. Çalışın risonut itməsin. Xəttləri itirməməyə çalışın. Baxın. Su ilə baba getməlidir. Fırça zərbələri də görsənmir. Baxın. Şu. Qorxmağa ehtiyac yoxdur. Axa bilər. Bu akvareldir. Yəni axmalıdır. Rənglər bir-birinə keçid etməlidir. Əsas məqsəd əl-alvan, dərinliyi olan gözəl bir işin çıxmağıdır. Yəni məqsəd odur. Qorxaraq işlədiniz, ümumiyyətlə alındıra bilməyəcəksiniz. Yəni rəssamlıqda qorxmaq, nəyə qorxursunuz? Yəni uzağı bu imtahanda qorxmağınız normaldır, amma özünüzdə o vaxt çərçivəsində əl almağı bacarmalısınız. Yəni qorxmağın heç kimin faydası yoxdur. Özdə sizə heç faydası yoxdur. Baxın, mən indi sürətli işləyəcəm deyə
Biraz gözləmək lazım. Baxın bu olur biraz. Axma olur. Eybi yoxdur. Baxın fırçanızı qəşəngcə sıxırsınız. Baxın indi əlimi digər əlimdə telefon olduğuna görə, kamera olduğuna görə bunu sıxırsınız və bunu belə götürürsünüz. Gördünüz? Götürdü. Yəni quru formada aparır. Və buradan bunu belə edirsiniz. Biraz gözləyəcəm. Sonra isə qaba keçəcəm. Qabın rəngləri hansıdır uşaqlar? Qabda, fotoda da görəcəksiniz. Qəhvəyinin tonları, biraz onun tərkibində sarı da var. Şu. Biraz bu rəngdən də qatayıq. Baxın, gördünüz, riski dəyişdi. Biz bunu narıncı ilə çox eləyək. Bunun neytralı bu olsun. Şu. Palitranız bu olmasa belə kağızda istifadə edə bilərsiniz. Palitra nədir ümumiyyətlə? Palitranın nə olduğunu bilirsiniz yəqin. Çünki palitra rəngləri alındırdığımız hissədir. Yəni mən buradan götürüb buram boyayı həmin vərəq üzərinə də çəkə bilərəm. Bunun mənası yoxdur. Biz rəssamlar rəngi alındırır, sonra ora vurur. İndi bu, baxın, işin mən yaş olduğunu hardan bilərəm? Nəm başqa bir şeydir, yaş başqa bir şeydir uşaqlar. Baxın, indi bilmirəm kameradan görsənə. Barmaq izim çıxmamalıdır ora. Baxın. Barmaq izim çıxır, baxın. Burada tam aydın görərsiniz. Baxın, belə bir şey olmamalıdır. Ona görə gözləmək lazımdır. Biraz gözləyək. Sonra isə vurmaq asandır. Bəli uşaqlar, sizə ipucular da verirəm. Təkcə yəni baxmaqla kifayətlənməyin. Mənimlə bir yerdə işləyin ki, sizə asan olsun. Yəni mən bunları məlumatları verirəm sizə. Yəni bunu əzbərləməklə siz bir şey qazanmayacaqsınız heç vaxt. Bunu fəaliyyətə keçirmək lazımdır. Hə, müəllimə bunu dedi, su ilə başlamaq lazımdır. Biraz nisbətən quru olmalıdır. Nəm başqa bir şeydir, yaş başqa bir şeydir. Yəni nəmli olduqdan sonra mən yəni birinci mərhələni tamamlamış olurum. Hələ ki biz birinci mərhələni tamamlamamışıq. Neynədim? Fon işlədim, parçanı elədim. İndi qaba keçəcəm. Baxın, qaba keçəndə görürsünüz rəng necə nəm olduğuna görə yayılır. Ümumi rəngi vururum. Yəni qorxmayın, parçadakı rəng keçsin bu qaba. Zaten rənglərin tərkibində o qırmızılıq var da, yəni. Baxın, aparıram. Və risonkada diqqət edirəm. Bax, belə aparıram. Füsu hazır. Kub ümumiyyətlə nə rəngdədir? Baxın, kub ümumiyyətlə kölgə hissələri olduğuna görə. Bu rəngi vura bilərəm. Baba, tərkibində qırmızılıq olacaq. Çünki bu gipsdir axı. Baxın, burada da kölgəlik yaradacaq. Füsu. Bu ağlı saxlamağa çalışın. Bizim armudumuzda bilik yox idi. Amma biz yenə də saxlamağınız yaxşı bir şeydir. Yəni alma olsun, limon olsun. Onlarda parlaq hissə, ən parlaq hissə nə deyilir? Bilik. Refleks olsun. Qabın ətrafında, qırağında olacaq. İşıq buradadırsa, kölgə avtomatik buradır. Qabın kölgəsi parçanın üzərinə düşəcək. Həmin bu qatlanan hissələr tünd olacaq. İndi nəyə keçirik? Armudumuz. Armudumuzda sarı və yaşıl tonlar var. Elədir. Sarı və yaşıl tonlar. Ona görə nə edirik? Açıqdan ümumi bu sarı ton yaşılla vurur. Baba, indi yaş olduğuna görə riski düşür. Axtar. Gözləmək lazımdır biraz. İndi məndə də hava da qaralır. Bilmirəm, rəngi tuta bilirsiniz ya yox. Bax, bu formada biraz saxlayacağım. Bax, bu birinci mərhələdə. Elə bir ştrixdə neytral nədir? Budur. O da bunun kimi oxşar cəhətləri var. Bir şey məsələn bir-birinə yaxınlaşdıraraq oxşarlıq tapa-tapa da yadda saxlaya bilərsiniz. Mən bu mərhələdən sonra bunu eləyim, necə eləyim? Yəni asanlıq budur. Baxın, hamısı neytraldır. Nə işıq kölgə var, nə bir şey. İndi yavaş-yavaş tündləşdirməyə başlayırıq. Tündləşdirmək fonumuz ümumiyyətlə bilirik axı buradan işıqdırsa bu hissə nə olacaq? Tünd olacaq, baxın. Məqsəd həm də arxa, yəni fondakı digər vurduğumuz qat getməsin. Yəni mən bunu bütün rəngi buraya yaymadım. Fikir verdiniz. Bu oradan axa bilər. İndi parçada biraz da artıq rəngin tonunu artırırıq və suyun səviyyəni də biraz azaldacaq. Tünd olan hissələr nədir? Buradan işıq gəlirsə, avtomatik buralar qatlanan hissələr tünd deyil. Məsələn, bilirəm ki, burası kölgə olacaq. Bu hissə bu hissələr olsun, qabın. Buradan gedə bilərik, problem deyil. Keçid yaranır.
Düşür aşağıya doğru. Həmişə çalışın yuxarıdan aşağıya doğru gəlməyə çalışın uşaqlar. Vəsə, 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 vəsə. Akvarel axmalıdır rənglər. Əgər görürsünüz çox axır, məsələn fırçanı qurutduqdan sonra mən bir əlimdə qurudum, baba götürdüm, süs. Yenə gələ bilər. Problem deyil. Yəni bu ayda axdı, işib korlandı falan. Qorxdunuz, bax gördün 2 dəqiqəyə düzəltdim. Neynədim? Fırçamdakı əlavə suyu çırpdım, çırpa da bilərsiniz. Barmağınızla sıxmanız daha yaxşıdır. Və götürdüm 2 dəqiqəyə hazır götürdüm. Yəni bunun üçün ayda mən eləmədim, eləyə bilmədim. İşim korlandı. Bəlkə düzəldə bilərsən, hə. Onu 2 qat korluyursan. Bax, buradan işıq düşürsə bu hissəyə nə olur? Kölgə olur. Baxın, biraz suyu az eləyəndə mazok kimi qalır. Mazoklardan da istifadə edə bilərsiniz. Mazok nədir? Qırıq-qırıq xəttlərdən. Baba, belə eləyirsiniz, suyun üstünə. Amma ilk vurduğum rəng itməməlidir uşaqlar. Yəni, artıq yəni, bunun mənası olmur. Axı qat-qat rənglər üst-üstə vurma. Bu yağlı boya deyil ki, rənglər üst-üstə vurum. Bunu saxlayıram. İndi biraz işıq azdır deyə rənglər sizin gözünüzə solğun görsənə bilər. Mən yavaş-yavaş sadəcə texnikanı göstərirəm. Ən axırda da necə işlədiyimi görəcəksiniz. İndi işıq burada pisdir deyə siz kameradan açıq görürsünüz. Amma mən belə baxıram, işim tünd görürəm. İndi bu qurumalıdır uşaqlar. Biraz fasilə verək. Baxın uşaqlar, birinci rəngi vurdum, itirməmişəm. Bundan sonra biraz nisbətən tündünü vurmuşam. Axırıncı mərhələdə bu qıraq hissələr var, onun üçün tündü vuracağam. Amma hələ ki ikinci mərhələdəyəm. Nəyə görə? Fonu vurdum. Fon haradır? Arxa hissə edilir. Parçayı vurdum demək olar ki, indi qabın özünə keçəcəm. Biraz kubu o qədər də ehtiyac yoxdur. Ağlığı qalmalı. Sadəcə qıraq hissələr ki var, armudun yaratdığı kölgədir. Onun bu məsələn bucaqda məsələn bu tərəfə işıq düşürsə, burada düşmür də avtomatik elə də onlardır. Onları eləyəcək. Akvarel fırçası budur. Belə uclu fırçalardan istifadə edin və bu da bizim naturmortumuz. Bilirəm işıqlardan biraz bulanıq görsənir. İnşallah digər videolarımızda daha qəşəng formada görəcəksiniz. Yəni burada rənglər seçə bilməyəcəksiniz işığa görə. Baxın, qıraq xəttlərdir, o refleksdir, blikin görünməyidir. Rənglərin məsələn layla görsənməyidir. Biraz tündləşdirsək, baxın bu formada daha. Siz şəkil belə görsənir, bu işığa görə alıram dəyib bir-birinə baxın. Bu formada. Görürsünüz necə həcmli və dərinlik görsənir. Uşaqlar natural notumuz bu qədər. İndi işıqlarda müəyyən problem olduğuna görə və hava qaraldığına görə biraz natural notumuz tünd görsənə bilər. Əlbəttə ki, baxın dərinliyi görürsünüz. Məsələn, təkcə qırmızı rəngdən istifadə etmədim parçada. Bir neçə rənglərdən istifadə etdim. Məsələn, armudun üstündə də hətta o qırmızılıq var, qabın üstündə də var, kubun üzərində də var, yəni düz bucağın üzərində də var. Yəni, akvarel rənglərin vəhdətidir, bir-birinin üstündə olmağı və bu rənglərin vəhdətinin birləşməsi, çirkli rənglər alınmamalıdır. Və yəni bu akvarelin gözəlliyi də məhz budur. Mazuklardan istifadə bilərsiniz. Mən mazuklardan az istifadə etdim. Əsas burada rəngi konkret formada vurmağı öyrəndiniz. Ümid edirəm video sizin üçün həm faydalı, həm yararlı olmuşdur. Digər videolarımızda yenə akvarel videosunda daha yaxşısını çəkəcəm. Nə sual oldu, kommentdə öz fikirlərinizi, şərh bölməsində öz fikirlərinizi bildirə bilərsiniz. Digər yoldaşlarınız da həm bəlkə də o sualı vermək istəyir, çəkinir. Sizin görəcək ki, hə üst-üstə düşür, cavaba baxacaqdır mütləq ki. Uğurlar bir daha, vaz keçməyin. Nə qədər az vaxt alsa da belə davam etmək ən
yəni uğurlu nəticə əldə etməyinizə kömək edəcək. Çünki vaz keçməyənlər həmişə uğur əldə edir. Bunu unutmayın.